Salam, ümid edirəm ki, yaxşısınız. Yenidən mən sizlərlə bir yerdəyəm və YouTube çəkirəm. Yenə çayımı götürüb gəlmişəm. Bugün əslində Instagram səhifəmi izləyənlər üçün biləcəklər ki, söz verdiyim mövzudan danışacağam. Əslində onun üçün Reels çəkməyi düşünürdüm. Məncə YouTube daha idealdır, çünki daha çox danışma imkanım var. Instagram səhifəm Ləman Necəfli deyə gedir. Zaten bütün platformalarda eyni addayam. Və mövzumuz nədir? Mövzumuz bizim həyatımızdakı rollardır. Hansı ki, bizim həyatda oynadığımız rollar, hətta çox sevdiyim bir kitab var. Keçən dəfə bunun haqqında danışırdım mən Instagramdakı. Erik Bernin İnsanların Oynadığı Oyunlar. Qarşınıza çıxsa mütləq alın, mütləq oxuyun o kitabı. Bütün dillərdə var. Azərbaycan, İngilis, Türk, bütün dillər tərcümə olunub. Çox məşhur bir kitabdır. Orada danışır ki, biz həyatda müxtəlif rollar oynayırıq və müxtəlif oyunlar oynayırıq. Hansı ki, bu insan olmağın bir yoludur deyə düşünürəm. İnsan olmağın bir xarakteridir. Və biz buna psixologiyada traktat analiz deyirik. Hansı ki, bizim bu həyatda 3 rolumuz var. Valideyn, yetkin və uşaq. Və sual versəniz ki, biz onları necə müəyyən edə bilərik, necə tapa bilərik? İndi izah edəcəm. Başlayırıq rollardan danışmağa. Birinci başlayaq valideyn. Hamının həyatında mütləq ki, bir dəfə də belə olsa, belə bir rəfiqəsi olub. Adətən qızlar arasında görünür. Hamı ona ana deyir, mama deyir, o hamının qayğısına qalır. Nə bilim, kurtkanızın qarşısına bağlayın, əyninizi qalın geyinin, yox niyə belə elədiniz və hamıya o içindəki valideyn rolunu göstərir. Və bu həyatın bütün sferasında özünü göstərir. Universitet həyatında da, məktəb həyatında da, iş həyatında da, gələcək həyat yoldaşı olduğu zaman ona da valideynlik eləyir. İkinci rolumuz isə yetkindir. Hansı ki, həyatda çox belə türklərdə çünki olğun insanlar olur. Sizin də inanıram ki, bu rolda da qarşınıza çıxan insanlar olur. Bunlar hər zaman düzgün qərar verirlər. Adətən soyuq insan kimi görsənirlər. Halbuki hər zaman məntiqləri ilə hərəkət edən strategik insanlar olurlar. Növbəti rolumuz isə uşaq roludur. Neçə yaşı olur olsun, əsla içindəki o şənliyi ölməz. Hər zaman hər şeyi zarafata salar. Zarafatla belə sözünü deyər, əylənər. Sizin işin və həyatın əsas əyləncə qismindən deməli yaşayır. Yəni onun üçün əsas vacib olan əyləncə qismidir. Əslində hər üç rol, hər üç tərəf bizdə var. Sadəcə biri daha aktivdir və biz birini daha ciddi nəzərə alırıq, belə deyək. Digərləri isə fonda qalır. Bəs əsl çatışma nə zaman baş verir? Əsl çatışma bəzi rollar qarşılaşanda baş verir. Məsələn, uşaq rolundan uşaq rolu qarşılaşanda hər şey yaxşıdır. Çünki onlar bir-birlərini başa düşürlər ya da yetkin, valideyn. Bu yaxşıdır. It's okay. Amma və lakin uşaq rolu ilə məsəl üçün təsəvvür edin ki, yetkin rolu həyatda partnyordur var. Heç vaxt yola gedib bilməyəcəklər. Çünki biri daima naz istəyir, onun qayğısına qalmağını istəyir. Əylənən, qaçan tərəf olur. Digər tərəf isə etkindir. O düşünür ki, hər insan öz məsuliyyətini götürməlidir. Hər insan düzgün bir şəkildə qaydalara uyğun həyatını yaşamalıdır. Niyə o kimisə nazını çəksin? Burada çatışma baş verir. Məsələn, əsl qəşəng münasibət hansı rollarda gedir? Məsələn, uşaq rolunda çox qəşəng olur. Çünki onlar bir-birlərini başa düşürlər və nə etmək istədiklərini bilirlər. Yetkin, çünki onlar bir-birlərini başa düşürlər və bilirlər ki, hər iki tərəf müstəqil və tam formalaşmış insandır və necə davranacaqlarını çox gözəl başa düşürlər. Və ya valideyn uşaq. Bu da çox qəşəng alınan bir sintezdir. Çünki bir tərəf uşaq rolundadır, daima əylənmək, naz eləmək istəyir. Digər tərəf valideyn rolundadır və çox qəşəng ona valideynlik eləyə bilir. Bu münasibətlər daha uzun ömürlü olur. Belə, sizə biraz rollardan danışdım, rollardan məlumat verdim. İndi bu rolları aktivləşdirmək. Əslində yenə qeyd edirəm, bu rolların hər üçü bizdə var. Sadəcə vacibdir ki, hansını daha aktiv şəkildə istifadə edirik. Dəyişə bilərikmi? Təbii ki, dəyişib daha da aktivləşdirmək olar. Hətta belə bir ara, bilmirəm indi də məşhurdurmu? Bu belə bir ifadə var idi ki, öz dövrünə görə çox məşhur bir ifadə idi. Deyirdilər ki, əgər siz ailədə, yəni partnyorlar
daha çox qadınlar valideyn roluna keçərlərsə, qadın rolundan çox valideyn roluna keçdikləri zaman o digər tərəf artıq başqa partnyor axtarır özünə. Ümumiyyətlə mənim biraz fikirlərim bu mövzuda fərqlidir. Mən münasibətin bir taktikasının olmadığına inanıram. Hər insan fərdidir, hər münasibət fərqlidir. Psixologiyada belə bir sözümüz var ki, biz hər zaman deyirik ki, nə qədər çox insan var dünyada, bir o qədər çox da fərqli psixologiya var. Çünki hər bir insan spesifik bir yaradılışa malikdir. Və bəzən biz özümüz də seanslarda bunu görürük ki, bu texnikanı sən bu insana tətbiq edə bilirsən, bu alınır. Amma digər bir insan eyni problemdə, eyni кейsdə, amma digər bir insanda alınmır. Çünki psixologiya spesifikdir. Qayıtsaq rollara, kitabın şəklini əslində qoysam, buraları bir yerə qoyacağam. Onu tapıb mütləq oxuyun. Çox maraqlıdır. Orada çox fərqli кейslər var, oyunlar var. Əslində biz onları elə deyirik, insanların oynadığı oyunlar var. Onlar insan onları oxuduqca özünü çox qəşəng analiz edə bilir. Bu rolları dəyişə bilərikmi? Daha doğrusu birini daha çox aktivləşdirə bilərikmi? Bəli, aktivləşdirə bilərik. Bu da bizim keçdiyimiz həyat yollarından asılı olur adətən ki, keçən dəfə bir podkastı dinləyirdim. Birinci bunu deyim, sonra onu deyəcəm. Qarışmasın fikirlər. Bir dəfə dərsdə idik. Bir müəllimimdən soruşdum ki, sizə bir sualım var. Dedi ki, buyur. Dedim, həyat özü insana terapiya edə bilərmi? Dedi ki, bəli, bəzi situasiyalarda eləyir. Və keçən dəfə podkastda eşitdiyim söz, deyir, valideynini itirəndən sonra 5 yaşından olduğu indiki yaşına belə hoppanır və hər iki valideyni yaşayan insanlar neçə yaşında olursa olsunlar, uşaq kimidirlər, uşaq rolundadırlar. Bəzən həyat özü bizə məcbur eləyir ki, biz yaşadığımız o rolları dəyişək. Bəzən isə biz bunu istəyərək şuurlu fərqindəlik şəklində həyata keçirdirik. Bunları dəyişmək istəyirsinizmi? Bu spesifik bir sualdır. Necə dəyişmək lazımdır? Həmin rolun xüsusiyyətinə uyğun olaraq davranmaq lazımdır. Əgər siz valideyn rolundasınızsa və yetkin roluna keçmək istəyirsinizsə, artıq valideyn kimi yox, yetkin bir insan kimi davranmalısınız. Yəni mövzudan mövzuya biraz qaçmış olacağam, amma bu fikrimi də çatdırım. Bəzən biz düşünürük ki, okey, biz artıq valideynik və övladımız müəyyən bir yaşdadır artıq. Və biz ona hələ də valideyn kimi, o Azərbaycan valideyni kimi, bu spesifik bir anlayışdır mənə görə, Azərbaycan valideyni kimi davranmalıyıq. Amma elə deyil. Mən düşünürəm ki, uşağı olan hər bir insan, istər ata, istər ana, övladı böyüdükdən sonra valideyn rolunu yetkin roluna çevirməlidir. Artıq ondan yetkin bir insan kimi davranmalıdır. Və bu da bir yerdən sonra övladı azad buraxmağa doğru gedir. Nə mənada? Aranızdakı o bağın olması gərəkdiyi kimi olur. Çünki biz uşaq olduğumuz zaman, yəni övladımız uşaq olduğu zaman onunla emosional bağımız xüsusilərdə analara aiddir bu. Emosional bağ daha güclü olur, çünki bu normaldır. Həmin dövrdə uşaqlarda ən güclü bağ ana ilə olur və o emosional dövrdə hansı ki, bu onun inkişafını dəstəkləyir. Amma sonra övlad böyüdükcə, cəmiyyətə atıldıqca, özü başqa sosial çevrələri olduqca o bağ yavaş-yavaş öz qüvvəsini itirməlidir. Elə sizinlə növbəti bir podkastımızın, növbəti bir YouTube videomuzun necə istəyirsiniz elə adlandıra bilərsiniz. Sonuna gəldik. Bu mövzunda danışmaqdan çox keyf aldım. Kommentlərinizi oxuyuram. Fikirlərinizi yazarsınız kommentə, müzakirə eləyək.